Köhnə tikililər sökülən zaman ortaya bir sıra problemlər çıxır. Əksər hallarda tərəflər heç cür razılığa gələ bilmir, söz-söhbət böyüyür, işlər ləngiyir və s. Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası bu problemləri həll etmək üçün təkliflər paketi hazırlayıb. Məqsəd köhnə tikililərin sökülməsi zamanı üzə çıxan hüquqi və texniki problemlərin aradan qaldırılmasıdır. Bu sahədə əsas problemlərdən biri köçürülmə zamanı verilən kompensasiyaların təzminatlarla bağlıdır. Vahid bir sistem və ya vahid bir qanunda tarif yoxdur. Eyni zamanda da mülkiyyətçilərin köhnə tikililərin yeni tikililərlə əvəzləşdirilməsi prosesində də problemlər var. Orada da normativ qaydalar yoxdur demək olar ki. Sonra isə kompensasiya və yaxud əvəzləşmə kvadratla bağlı da hər hansı bir normativ qayda və hüquqi tənzimləmə yoxdur. Bu problemlərin aradan qaldırılması üçün Nazirlər Kabinetinin bununla bağlı vahid bir qərarı olmalıdır. Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının sədri Ramiz İsayev deyir ki, vahid qaydalar olacağı təqdirdə həm tikinti şirkətlərinin özbaşınalığı aradan qalxacaq, həm də vətəndaşlar problemlərlə qarşılaşmayacaqlar. Onun sözlərinə görə hazırda şəhərdə yaşayış binalarının tikintisində azalmalar müşahidə olunur. Səbəb həm də yaşanan problemlərdir. Sahibkarlar çox problemlərə getmək istəmirlər, vətəndaşlarla problemlər çox yaşayırlar. Bəzi hallarda olur ki, 90-80% tikintilər köçürmə prosesini yerinə yetiriblər və orada görürük ki, 1-2 mənzilə görə köçürülmə prosesi gecikir. Bu vahid bir sistem şəklində olsa, ən azı Nazirlər Kabinetinin qərarı olsa bununla bağlı, avtomatik olaraq bütün problemlər və şikayətlər də azalacaq və sahibkar da biləcək ki, bura gəlib investisiya qoyur, nə qədər pul xərcləyir, nə qədər investisiya qoymalıdır. O əlavə edib ki, təklif edilən hüquqi mexanizm həm mülkiyyətçilərin əsassız tələblərinin, həm də tikinti şirkətlərinin özbaşınalıqlarının qarşısını almağa xidmət edəcək. Ramiz İsayev deyir ki, məhz bu məsələ ilə bağlı Şəhərsalma və Tikinti məcəlləsində də dəyişikliklər edilməlidir. Ülkər Qasımqızı, Kəmalə Elmuradova, Xəzər xəbər.